Bismillahirrahmanirrahim. Mübarək Ramazan ayının gəlişi münasibətilə sizləri təbrik edirəm. Allah ibadətlərinizi qəbul etsin. Allah Rəsulü buyurur: İnnə əbvabəs-səma tuftahu fi əvvəli leylətin min şəhri Ramazan və la tuğlaqu ilə axiri leylətin minhu. Ramazan ayının birinci gecəsində göylərin qapıları açılır və Ramazan ayının sonuncu gecəsinə qədər bağlanmaz. Allah Rəsulü belə buyurur. Allah Resulü başka bir hadisinde buyurur: "Lev ya'lemul abdu ma fi Ramazan, levedde en yekuna Ramazanus seneh." Eğer bəndə mübarək Ramazan ayının değerin qiymətin bilseydi, arzu eləyərdi ki, bütün il Ramazan ayı olsun. Başka bir hadisinde Hazret buyurur: "İzə istəhəllə Ramazan, gulliqət əbvabun nar, və futihət əbvabul cinan, və suffidətiş şeyatin." Mübarək Ramazan ayının hilali görünərkən, Ramazan ayının ki birinci gecəsi hilal göylər aləmində görsənir, yəni ayın əvvəlində görsənən aya hilal deyərlər. Həzrət buyurur ki, Ramazan ayının hilali görsəndikdə cəhənnəm qapıları bağlanar, behişt cənnət qapıları açılar və şeytanlar zəncirə çəkilər. Başka bir hadisinde Hazreti Resulullah buyurur ki, Ramazan ayı elə bir aydır ki, əvvəli rəhmətdir, ortası məğfirət bağışlanmaqdır, sonusa duaların qəbul olunması və cəhənnəm odundan azad olunmaqdır. Allah Təbarək və Teala bu aya o qədər dəyər qiymət veribdi. Həzrət Resulullah Şəbaniyə xutbəsində buyurur ki, Ramazan ayı elə bir aydır ki, Allah yanında bütün aylardan üstündür. Bu ayın gecələri bütün gecələrdən üstündür. Bu ayın gündüzləri bütün gündüzlərdən üstündür. Bu ayın saatları, anları bütün anlardan, saatlardan üstündür. Allah Təbarək və Teala Qur'an-ı Kərimi və bütün səmavi kitabları məhz Ramazan ayında nazil edibdir. Allah Təbarək və Teala mübarək Ramazan ayının orucun vacib buyurubdur. Həzrət Resulullah buyurur ki, hər şeyin zəkatı vardır və bədənlərin zəkatı orucdur. Sumu tasihhu. Həzrət Resulullah buyurur ki, oruc tutuz ki, sağlam olasınız. Başka bir hadisində Həzrət buyurur ki, əgər oruç tutan öz yatağında yatıbsa belə ona savab yazılır. O zamana qədər ki, başka bir müsəlmanın qeybətini etməsin. Yəni, müsəlman bir insan oruç tutubdur, heç bir işlə məşğuldür, sadəcə olaraq öz yatağında yatıb, uzanıbdır, istirahatlıq eləyibdir. Nə qədər ki, günah eləmir, kimisə qeybətini etmirsə, ona savab yazılır. Əziz Peyğəmbərimiz buyurur: "Əs-savmu cünnətun minən-nar." Oruc cəhənnəm odu qarşısında qalxandır. İmam-ı Sadiq əleyhissalam buyurur: "İnnəllâhə təbarəkə və təalə yəqul, əs-savmu li və ənə əczi aleyh." Oruc mənə məxsusdur, mənim üçündür və özüm onun mükafatını verəcəm. İmam Sadiq əleyhissalam başka bir hədisində buyurur ki, isti havada oruç tutmaq ən üstün cihaddır. Allah Müteala inşallah bizlərə bu mübarək Ramazan ayın bərəkətli qərar versin. Allah bu ayda bizlərə ibadət, itaət tövfiqi versin. Yenə də sonda siz əzizləri mübarək Ramazan ayının gəlişi münasibətilə təbrik edirəm. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.